Salam, hər vaxtınız xeyir olsun. Topluda belə bir sual var. Toplunun axırıncı suallarından biri də ətraflı suallardadır. Deməli nə deyir? Kürçü yükünü çox kiçik sürətlə sonsuzluğa uzaqlaşdırdıqdan sonra ipdəki gərilmə qüvvəsi necə dəyişər? Baxın. İndi bizə deyir ki, bax, kürçü yükünü, yəni bu yükü yavaş sürətlə sonsuzluğa qədər uzaqlaşdırırıq və buradakı T gərilmə qüvvəsi necə dəyişər? Onu soruşur bizdən. Bax, bu gərilmə qüvvəsini gəlin işarə eləyək. T gərilmə qüvvəsidir. İndi ilk öncə nəyə baxmalıyıq biz burada? Baxın, bu cismin bu vəziyyətdə durmağın səbəbi nədir? Kürçü yükü deməli bunu sağa doğru bir qüvvə ilə dartır. Bax, həmin bu qüvvə Coulomb qüvvəsidir. F Coulomb deyəcəyik. MC də aşağı doğru da artır və bu ikisinin əvəzləyicisi bu istiqamətdədir. Bax, bu istiqamətdə olacaq. Əvəzləyici qüvvə belədir. Həmin bu əvəzləyici qüvvənin nəticəsində yük bu şəkildə durubdur. Və bu ipdə yaranan gərilmə qüvvəsinin səbəbi bu əvəzləyici qüvvəyə görədir. Onda ipdə yaranan gərilmə qüvvəsi nədir? Birinci hal üçün yazıram mən bura. T1 bərabər nəyə? F əvəzləyiciyə. F əvəzləyiciyə. İndi gəlin buradan əvəzləyici qüvvəni tapaq. Baxın, bura 45 dərəcədirsə, bura 90-dır, onda bura da 45 dərəcə deyə bilərəm. Bura 45-sə, daxili çarpaz bucaqlara görə, bura da 45-dir. Bura 45-sə, bura da 45 olacaq. Təbii ki, bura da 45 dərəcədir. Hətta bura da 45 dərəcə deyə bilərik. Bax, bu şəkildə. Əvəzləyici qüvvə burada nəyə bərabərdir? Əvəzləyici qüvvəmiz, baxın, bu klonu olduğu kimi sürüşdürsəm, gətsəm bura, bax, belə bir düzbucaqlı üçbucaq aldıq. Aha. Əvəzləyici qüvvəmiz burada klon qüvvəsidir bu. Klon. Kökün altında ağırlıq qüvvəsinin kvadratı, yəni MG-nin kvadratı, üstə gələk klonun kvadratıdır. Klonun kvadratı bu şəkildədir. Bəs buradakı klon qüvvəsi nəyə bərabərdir? Onu tapmalıyıq. Bax, eyni üçbucağı burada çəkəyim. Düzbucaqlı üçbucağımızı. Bu klon qüvvəsidir. Bu MG idi. Ağırlıq qüvvəsi. Buna da əvəzləyici qüvvə dedik. Bura 90 dərəcədir. Bura 45. Bura da 45 dərəcədir. Onda bura 45, bura 45, bura 90 dərəcədirsə, bunlar nədir bir-birindən? Bərabər olmalıdır da F klonlar. Deməli, F klon bərabərdir deyirik nəyə? MG-yə. Bunu deyə bilərik biz. Gətirib burada yerinə qoysam, klon qüvvəsi yerinə. Olacaq MG-nin kvadratı, üstə gələk, klon yerinə MG qoyuram. Yenə MG-nin nəyi kvadratı. Və buradan da alırıq ki, MG kvadratı üstəcə MG kvadratı olur. 2 kök altında MG-nin kvadratı da. Buradan nə çıxar qarşıya? MG çıxar. MG kök altında 2 olur. Deməli, əvəzləyici qüvvəmiz MG-yə bərabərdir. Bəs dedik, gərilmə qüvvəsi nəyə bərabərdir? Əvəzləyici qüvvəyə, onda T gərilmə qüvvəsi də birinci halda MG-yə bərabərmiş. Daha doğrusu, əvəzləyici qüvvəyə bərabərdir. O da MG kök altında 2-yə bərabər. MG bıraq kök altında 2. İndi biz bu yükü sonsuz uzaqlaşdırırıq. Sonsuz uzaqlaşdırmaq nə deməkdir? Yəni, çox uzaq aparır bu yükü sonsuzluğa. Klon qüvvəsi F klon bərabərdir K modulda Q1 modulda Q2 bölək R kvadratıdır. Bunu sonsuz uzaqlığa aparırsa, R sonsuz böyük olursa, klon qüvvəsi nəyə yaxınlaşacaq? Sıfıra yaxınlaşacaq. Yəni, sıfır olacaq. Nəzərə almayacaq. Bəs klon qüvvəsi sıfır olarsa, bunu sağa doğru heç bir qüvvə dartmır. Onda bu cisim burada dura bilməz. Cisim hara qaydacaq? Öz əvvəlki vəziyyətinə. Bax, belə olacaq. Əvvəlki vəziyyətlərində, yəni bu vəziyyətə gələcək. Bax, belə duracaq burada. Çünki bunu sağa doğru dartan klon qüvvəsidir. Sağa doğru heç bir qüvvə dartmırsa, ip bu şəkildə dura bilməz burada. Deməli, qayıtmalıdır bura. Bəs yaxşı, bu vəziyyətdə bunu aşağı doğru nə dartır? Yalnız MC ağırlıq qüvvəsi dartır. Daha başqa bir yük yoxdur onu cəzb eləsin.
Gərilmə qüvvəsi hara oldu? Yuxarı oldu. Aha, bu zaman onda yazsam, ikinci hal üçün yazsaq, T2 nəyə bərabər olacaq? MJ-yə. Bu da MJ oldu. İndi necə dəyişdiyini tapmaq istəyirik biz? Yəni, son bölünsün başlanğıc yazsam. T2-miz MJ-dir. T1-i nə tapmışdıq bəs? MJ kök altında 2. MJ kök altında 2. Buradan MJ-ləri ixtisarlayarım. Onlar 1 bölü kök altında 2. 1 bölü kök altında 2 nə deməkdir? Yəni, kök altında 2 dəfə neyniyə? Azalar. Maraqlı bir sual idi. İstədim sizinlə paylaşam bunu. Belə videoların davamlı gəlməni istəyirsə, kanala abunə olub mənə dəstək ola bilərsiniz. Sağ olun uşaqlar.